Zabrat bir qəsəbəsi kimi bir yerdə bu qiymətə belə bir ev bir də təsadüfən belə qarşınıza çıxmayacaq. Tam əminliklə deyirəm. 3 sotdan çox torpaq sahəsində 160 kvadratdan çox 2 mərtəbəli, 4 otaqlı, yaşayışa da tam hazır, köç yaşa halında olan bir evdən bəhs edirəm. Həyətinin genişliyinə ki söz ola bilməz. Gördüyünüz bu hissəni işlək yolun üstü olduğu üçün tam yararlı obyekt etmək mümkündür. Həyətinə rahatlıqla 5-6 maşın daxil ola bilər. Həyəti yan hissələrindən göstərim. Hər bir tərəfdən rahatlıqla evə keçid etmək mümkündür. 307 saylı məktəbin əhatəsidir. Qapısına qədər asfalt yoldur. Bütün lazım infrastrukturların hamısı da demək olar ki, əhatənin ən yaxın məsafəsində yerləşir. Həyəti iki istiqamətdən də göstərim. Buyurub baxa bilərsiniz. Kürsülü, fundament, qoşadaş, hər bir qanuni tikili hamısı öz qaydasındadır. Qiymət isə çox münasibdir. 124 min manatla satışda olacaq. İnşallah ki, real alanla ev sahibinin özünün razılığı olacaq. İlk olaraq başlayaq birinci mərtəbənin otaqlarına. Bu mətbəxidir. Buyurub baxa bilərsiniz. Koridor, yəni giriş hissə və mətbəx döşəmə isti poldur. Qiymətdə az fərq olmaqla bütün əşyalar satışa daxildir və əşyalı halda da satıla bilər. Və keçid alaq evin qonaq otağına. Otaqların genişliyinə ki, həqiqətən söz ola bilməz, istər evin hündürlüyü olaraq. Otaqların ölçü genişliyi olaraq çox ideal bir ölçüdür. Dizaynı da ki, göz önündədir. Çox baxımlı, səliqəli bir ev göstərirəm sizə. Sənədi bələdiyyədir. Ən əsas üstünlüyü isə ondadır ki, mərkəzi kanalizasiya sisteminə qədər hamısı var. Qaz, işıq, su sayğacları da hamısı quraşdırılmış vəziyyətdədir. Sanuzel və sanitar qovşağı ayrı-ayrılıqda inşa olunub. Çox üstün bir əsas lazım olan məsələlərdən biridir. Və keçid alaq evin ikinci mərtəbəsinə. İkinci mərtəbənin koridor hissəsidir. Hansı ki, yəni böyüklük olaraq bir oturaq yeri kimi də istifadə etmək mümkündür. İstilik sistemi kombidir. İnternetinə qədər hamısı daimi işlək vəziyyətdədir. İkinci mərtəbə mansard tiplidir və 3 yataq otağı, bir sanitar qovşağı var. Buyurub baxa bilərsiniz. Sənədi bir daha nəzərinizə çatdırıram. Sənəd bələdiyyədir. Qiymət isə başlanğıc olaraq 124 min manatla satışda olacaq. İnşallah ki, real alana tam normal endirim güzəşt olunacaq. Bu isə sonuncu yataq otağıdır. Uşaq otağı kimi hazırda istifadədədir. Və ikinci mərtəbənin sanuzel və sanitar qovşağı. Yerləşmə yerini bir daha nəzərinizə çatdırıram. Sabunçu rayon Zabrat 1 qəsəbəsi. 307 saylı məktəbin əhatəsi, qapısına qədər asfalt yol, 3 sotdan çox torpaq sahəsində inşa olunmuş bir ev sizə təqdim etdim.